Samsunglarda olan S, A, F, Y, Z kimi hərflərin mənası nədir? Getdik. S, flagman seriyası. Samsungun ən yüksək səviyyəli, ən yaxşı prosesor və kamera ilə təchiz olunmuş premium cihazlarıdır. Ən bahalı və ən çox funksiyaya malik modellərindəndir. Pulunuz varsa bunu alın. FY seriyası. Bu telefon S seriyasında olan populyar özəllikləri götürüb daha münasib qiymətə bazara çıxır. iPhone-lardakı 16Y kimi. Amma məncə bu daha yaxşıdır. Pulu S almağa çatmayanlar FY modelini ala bilərlər. Z seriyası. Gələcəyin texnologiyasını təmsil edən, qatlanan və çevrilən dizayna malik premium cihazlardır. Qiymət cəhətdən S seriyasından baha olur. Texnologiya xəstəsi olanlar bu cihazları mütləq yoxlamalıdır. W seriyası. Z seriyasının Çinə özəl olan ayrıca versiyasıdır. Özəllikləri Z ilə demək olar eynidir, amma dizaynı daha lüksdür və Samsungun ən bahalı telefonlarıdır. Təbii də yaxın günlərdə Z3 Fold çıxacaq. A seriyası. Nəinki Samsungun, hətta dünyada ən çox satılan orta segment telefonlar arasında liderdir. Qiymət və performans arasında ən sərfəli balans təmin edir. Xüsusiyyət cəhətdən FY-dən daha aşağıdır və daha sərfəlidir. X-Cover Samsungun ən dayanıqlı telefonudur. Toza, suya və zərbələrə qarşı daha dözümlüdür. Əsasən sənaye, iş və səyahət üçündür. Ekstremal şərait üçün nəzərdə tutulur. M seriyası. Əsasən Hindistan bazarı üçündür. A-dan da aşağı sayılır. Qiyməti daha da azdır, amma batareyası çoxdur. Yaxşı, bəs bu telefonlardan hansı sizdə var? Ümumiyyətlə sizdə hansı telefondur? iPhone. Samsung şərtdə qeyd edilir.